Sabah xeyirli olsun dəyərli treyderlər. Hər vaxtınız xeyir, gününüz xeyirli, bərəkətli olsun inşallah. Ümid edirəm yaxşısınız. Ümid edirəm siqnal kanalındakı olan bütün iştirakçılar dünənki siqnallardan mükəmməl gəlirlər əldə etdilər. Yəni bildiyiniz kimi dünən biz demək qızılda, gümüşdə, Bitcoin'da və euro dolları, funt dollarda alqı-satqılar həyata keçirdi. Gəlin bir nəzərə salaq görək nələr baş verdi. Ümumiyyətlə, dünən əsasən də alış əməliyyatlarını 4585-dən biz təyin etdik, 4618-ə qədər. Yəni bu mükəmməl şəkildə sürətlə yuxarı doğru istiqamətlə davam etdirdi və 85-dən, yəni rahat bir şəkildə yuxarı doğru düz 4718-lərə qədər qalxdı. Sonra 4700-lərdən satış əməliyyatlarını biz icra etdik və sürətlə aşağı doğru istiqamətlə davam etdirdi. Oradan da qəşəng, burada baxın, 4700-lərdən 40 dollarlıq, baxın, 40 dollarlıq tepe, 40 dollarlıq eniş. Yəni bunu biz təyin edəndən sonra, yəni qiymət nə çox, nə az, deyək ki, ən azından yəni 40 dollardan daha çox düşdü. Gəlin belə, yəni bu 700-dən eləyəndə, yəni 40 dollar, yəni mükəmməl bir şəkildə 40 dollar eniş oldu. Və ikinci əməliyyat, qızılda ikinci əməliyyatda uğurla nəticələndi. Sonra demək gümüşdə alışları biz hansı nöqtələrdən vermişdik? Gümüşdə demək 76-dən bu 76-900-ə kimi qalxacaq gözlənilir. Bu 76-200-dən alış əməliyyatları. Bu da mükəmməl gəlirlə nəticələndi. 76-200-ə baxaq. Demək 76-200-dən, baxın 76-200 buralardır. 76-200-dən sürətlə yuxarı doğru deməli 77-700-lərə qədər qalxdı. Bu da mükəmməl bir nəticə verdi. Ondan sonra Bitcoin-da bay əməliyyatları 81-850-dən gəldi. 81-850-dən Bitcoin-la, o da mükəmməl bir nəticə verdi. Gəlin ona da baxaq. Yəni bütün siqnallara sadəcə olaraq siqnalları yəni incələmək istəyirəm ki, incələm görüm nələr baş verdi. 81-850-dən 82-800, deməli 1000 pips demək olar ki, yuxarı doğru istiqamətlə davam etdirdi. Yəni o da mükəmməl gəlirlə nəticələndi. Euro dollar, funt dolları gəldikdə isə euro dollarda da alışlar, euro dollarda deməli alışlar 17-300-lər, funtda isə alışlar 35-800-lər. 17-300-lərdə alışlar euro dollarda 17-300-lər, baxın burada 17-300 alışlardır. Yəni nə çox, nə az, 600 pipsi yuxarı doğru istiqamətlə davam etdirib. Funtda da alışlar 35-800-dür. 35-800-lərdən alışlar gəldi. 35-800 buradadır. 35-800-lərdən. Hətta bu yanlardan alışlar gəldi. Bu da təqribən bir 600 pipsi yuxarı doğru istiqamətlə davam etdirdi. Yəni bir sözlə, yəni mükəmməl nəticələrlə bazardan çıxdıq və yüksək gəlirlər oldu. Burada nəzər çatdırım ki, Telegram siqnal kanalında müraciət edənlərin sayı çoxdur. Yəni müxtəlif siqnal kanalları var. Sizin büdcənizə uyğun istənilən bir siqnal kanalı var. Yəni müraciət edin, WhatsApp nömrəmizə yazın və sizə operatorlar sizə dəstək köməyi olsunlar. Bugün nələr baş verəcək? Bugün qızılda, qızıl hələ ki səhər saatlarında, baxın, dünən 40 dollara endi və yuxarı doğru istiqamətə davam etdirir. Bizim verdiyimiz nöqtədən yenə 4700 demək olar ki 18-lərə qədər qalxdı. Yəni dediyim kimi dünən diqqətlə baxın burada biz 4585-dən 4700 çox üzrəm, 4718-lər, yəni bu deyək ki 30 dollara bir qalxış haqqında məlumat vermişdi və
dünən 30 dollar qalxır, 100 dollar qalxandan sonra 30 dollara qalxış üçün burada baxın 4685-dən bay olacaq. Yəni bu deyək ki, qiymətin hansı nöqtədən korreksiya verməsi haqqında da məlumat vermişdik. Və deyək ki, yüksək gəlirlərlə nəticələndi. Dedim, eyni zamanda biz satış əməliyyatları haqqında da məlumat paylaşdıq. Yəni mükəmməl gəlirlərlə nəticələndi. Yəni bugün baxın bu nəticələri də paylaşmışıq. Burada ən son biz yəni gözlürdük ki, gəlirlər 3000 dollar olsun ki, biz gəlirlə bağlayaq və deyək ki, gəlirlər bir-bir deməli biz axırda yəni 3347 dollardan yəni bağladıq və paylaşdıq. Bugün nələr baş verəcək? Bugün yenə yenidən qalxacaqmı, qalxmayacaqmı sualına gəldidə isə təbii ki, biz hal-hazırdakı vəziyyətdə yəni trend xəttinin üstündə də biz alış əməliyyatlarını verə bilərik. Amma əsas alışlar uşaqlar deməli 4711-lərdən gələcək. Bu da ən azından yəni rahat bir şəkildə nəzərə çatdırın. Rahat bir şəkildə qiymət deməli 11-dən gələndən sonra 4711-dən sonra və 50 dollarlıq 60 dollarlıq yuxarı 4777 4809-lara qədər yüksəlməsi gözlənilir. Satış əməliyyatları alternativ ssenari mütləq olmalıdır və alternativ ssenariyə əsasən satışlar 4670-lərdən sonra gələcək uşaqlar. Əsas satışlar. Yəni bunu nəzərdən qaçırmayın. Yəni bu satışla, yəni dönüş nöqtəsi kimi 4608-ləri götürə bilərsiniz. Təbii ki, 4645-lər də güclü dəstəkdir. Gümüşə gəldikdə isə, gümüşdə də biz alqı-satqıları həyata keçirmişdik. Yəni, indi də hal-hazırda ümumi istiqamət yuxarıdır. Təbii ki, gümüşdə bildiyiniz kimi qızıldan daha çox gəlirli və gedirlidir. Məsələn, deyək ki, biz təyin edək, məsələn, deyək ki, 1000 pipsli bir təyin edək. Deyək ki, buradan 1000 pipsli yuxarı doğru istiqamətini təyin edək. Bura qədər. Deməli, 78,682-yə qədər təyin etsək 1000 pipsli. Baxa görə neçə pipsli buradan bura qədər. Təqribən 1000 pipsli. 1000 pipsli, deməli, diqqətlə baxın, 471 dollardır. 471 dollar. Yəni 1000 pipsli bir hərəkət, 471 dollarlıq. Yəni bu qızıldan 5 qat daha çox gəlir verir. Yəni bugün satış əməliyyatları hardan gələcək? Satış əməliyyatları yalnız biz 76-650-lərdən satış əməliyyatları, alışlar isə əsasən də 72-78-lərdən sonradır alışlar. Buna diqqət etmək lazımdır. Euro dolları gəldidə isə euro dolları, funt dolları gəldidə isə, yəni biz sizin üçün qəşəng burada bir üçbucaq çəkək və alış əməliyyatları 1.17-600-lər alışlardır. Satışlar da 1.17-400-lərdir. Təbii ki, take profit stop losslar demək take profit stop funtun dollara rəqabətdə, evron dollara rəqabətdə 200-250 pips aralıqda təyin etməyə məsləhət görülür. Deməli, alışlar, funtda alışlar 1.36-36-lardan 36-40-lardan alışlardır. Satışlar 1.35-750-lərdəndir. Bitcoinə gələk. Bitcoinə nələr baş verəcək? Bitcoində alış və satış əməliyyatları haqqında məlumat paylaşaq. İti bucaqdır və yuxarı doğru istiqaməti gözləniləndir və 81-200-lərdən alışlardır uşaqlar. Bitcoində ən yaxın. Əsas satış istəyirsinizsə, yəni problemsiz olsun, birbaşa geçsin, 81-500-dən alış versəz daha yaxşı olar. Satışları siz verə bilərsiniz 80-580-lardan, amma daha rahat olardı 80-200-lərdən, hətta 80-100-lərdən satışlar daha rahat olardı. 80-100-lərdən daha mükəmməl olardı və biz keçək Ethereum-a. Ethereum-da da alqı-satqılar edən şəxsləri var və Ethereum-da biz belə bir diqqətlə baxın.
Bu trayektoriyada bir dənə üçbucaq çəkək. Alışları siz verə bilərsiniz. 2100, 2000 çox üzrə, 2330'lardan, amma əsas alışlar 2340'lardan olsa daha yaxşı olar. Yəni əsas alışlar bu buradadır. Amma satışları gəldidə isə, satışlar isə rahat bir şəkildə 2309'lardan girə bilərsiniz. Keçək biz digər cütlərə, əsasən də neftə. Neftdə də burada üçbucaq yaranır və yuxarı aşağı hədəfləri var. 106, bugün 106.80'lərdən alışlar hansı neftdir? Yəni bu diqqətlə baxın, brokerdən brokerə fərq var və bu Brent oil spotlardır. Yəni hal-hazırda 106.80'lərə alış göstərir və satış əməliyyatları isə 103.20'ləri göstərir. Və təbii ki, 100-dən aşağı formalarsa, yenidən aşağı doğru istiqaməti birinci hədəfi 94'lər olacaq. Amma 106.80'lərdən yuxarı formalarsa 110.20'lərə qədər qalxacaq. Belə əzizlərim, gəlin biz və təbii ki, Nasdaq, S&P, Dow Jones'lara baxaq, görək onlar nə edir. Yəni S&P dediyimiz kimi yuxarı doğru istiqamətini davam etdirir, hələ ki qalxır və hədəf olaraq biz müəyyən etmişdik hədəfləri. Bu 7554-dür, 7554. 7554-dür. Nə üçün bunu elə edirəm? Çünki bəziləri 7554 deyir, amma 7554-dür. Yəni fərq eləməz, əsas rəqəmlər dəqiq olsun. Dünən bu haqda danışmışdıq. Deməli 28738-lərə qalxır. Təbii ki, həmin nöqtədən yuxarı formalarsa, yenidən sürətlə yuxarı doğru istiqamətə davam edəcək. Bu dəfə Nasdaq hara qədər gedəcək? Bu dəfə Nasdaq birinci hədəfi 31.000 olsa belə, amma 30.000'lərə qədər yüksəlməsi gözlənilir. DAX-a gəldə isə DAX ləng hərəkət edirdi, amma yenidən yuxarı doğru 25.400-ə fokuslanıb gedir. Dow Jones-da ki, biz dünən müəyyən etmişdik, 50.400'lərə həmin nöqtəyə fokuslanıb və qalxır. Belə, gəlin biz yenidən keçək qızıla, qızıl və gümüşə. Bunlar bugün dediyimiz kimi alış əməliyyatları 4710'lardan, 11'lərdəndir. Satışlar isə əsasən də 4671'dən. Bu hal-hazırda yəni gəlib, qiymət gəlib hardasa 4678'lərə qədər, 77'lərə qədər toxuna bilər. Normal halda. Yəni oradan aşağı formalarsa təbii ki düşəcək. Əsasən də yəni biz yəni dediyimiz kimi əməliyyatları deyək ki paylaşırıq və özümüz də real hesabda əməliyyatları açırıq və sizə nümayiş etdiririk ki, təbii ki, Forex-də gəlir əldə etmək mümkündür. Yəni tamaha üstün gəlmək şərti ilə. Yəni acgözlü qırağa qoysaz, yəni gün ərzində sizə lazım olan qədər qazana bilərsiniz. Məsələn, dünən tək bir siqnalda, məsələn, deyək ki, 26-27 dollar bir qalxışda, yəni 250 dollarlıq, ya da 2500 dollar bir gəlir edirdi. Yəni bunu gün ərzində bir dənə əməliyyat yəni kifayət edir və yaxud da ki, dünən satış əməliyyatlarında, yəni deyək ki, 40 dollarlı bir eniş oldu. Bu da bir lotdan 4000 dollar edir. 0.1-dən isə 400 dollar edir. Bu da mükəmməl bir gəlirdir. Belə əzizlərim, inşallah görüşmək ümidi ilə. Yəni demək istəyirəm ki, biz nə ediriksə onu da paylaşırıq. Təbii ki, bu kiçik lotlarla veririk. Təbii ki, böyük hesablarımız da var. Orada daha böyük lotlardan bazara giririk. Belə, inşallah görüşmək ümidi ilə, sağ olun inşallah.